Mən o teatrın 28 il tozunu, torpağını udmuşam. Sizin sevginizi qazanmışam. Ulu öndərimizin imzasıyla əməkdar adına layiq görülmüşəm. İndi bunu deyəcəm, bəlkə hər kəs təəccüblənəcək. Yox, təəccüblənməyin. Artıq mən buna qərar verdim. Məni Akademik Milli Dram Teatrında xadimə vəzifəsinə götürsünlər. Mən buna razıyam. Təki mən teatrıma qovuşum. Öz doğma teatrımda işləyim. Mən buna razıyam. Mən xadimə vəzifəsində işləyənlərdən artıq deyiləm. Namusla, qeyrətlə çörək qazanıb evə gətirmək mənim üçün ayıb deyil. İndi görün buna nə bəhanə gətirəcəksiniz. Buyurun, mən sizdən cavab gözləyirəm.